faciə bilirsiniz nədir? Faciə odur ki, bu elə bir ki, mənim çıxışımın qoy başı da olsun, sonu da olsun. Yerini bilməyənlər, yerini səhv salanlar bir gün gəlib deyəcəklər ki, az qala gəlib deyəcəklər ki, mən oturum hökumətdə idarə edeyim. Mən oturum bu nazirlikdə idarə edeyim. Bax bu yiyəsizlər, yerini bilməyənlər, bugün restoran işlədib az qala özünü alim düşünənlər, bugün həkim olaraq, yaxud hansısa bir sahənin ciddi sayın adamı olaraq hoqqa verənlər, gəlib mədəniyyətin işçilərinin, səhnənin işçilərinin işini görənlər, məsəl üçün, onu əvəz eləməyə, dırnaq arası əvəz eləməyə çalışanlar, bir gün bax bu yerini səhv salan adamlar, gəlib az qala deyəcəklər ki, ay filan nazir, siz gedin biz. Ya, bu həddə həyasızlaşır insanlar, bax. İnsanlar deyəndə hər kəs ait deyil, var da bu kütlə. Hər yerdə, sosial şəbəkəsində və həyatda görürsünüz. Restoranlaşdırılmış həyat formatında davam edir və yiyəsizləşmiş formata keçir, yəni. Vallahi bu faciədir, Allah hamd olsun faciədir. Yerlərini səhv salırlar. Vallahi bu uçurumdur. Allah hamd olsun uçurumdur. Əgər bir adam ümumiyyətcə, nə bilim, heç olmasa ibtidai təhsilinin sonunda, yaxud 11 illik təhsilinin sonunda nə iş görəcəyini, nə iş görürdü, bunu bilmirdisə və sonradan ağlına hara gəlir, əlinə harda pul gəlir və o hissəyə girirsə, vallahi bu çox faciədir. Yaxud yüksək mərtəbədən, yəni insan olaraq, həm şəxsiyyət olaraq, şəxs olaraq yüksək mərtəbədən gəlir, o düşünür ki, yuxarı qalxır, amma gəlir çox eybəcər bir şeyin içinə, nə bilim, sanki bir əxlaqsızlıq biznesinin aparıcı qüvvəsi olur, nə var, pul var. Nə bilim, biri gəlir, sırf musiqinin içinə girir, aidiyyatı olmayan və pəhpəhlə də onu qəbul edirik və yeyirik. Üstünə də gəlsək, indiki süni intellekt dövrünü, bu qədər texnoloji inkişafı, vallahi betər, lap betər. Heç kəs yerini bilmir. Həqiqətən bilmir, vallahi. Dində hoqqa verənlər gəlir insanları üzərinə yeriyir, suçlayır. Bir kəs elmi ilə kiməsə cavab verirsə, xurafat adamlarına cavab verirsə, bunu bu formatda aparıb soxdururlar cəhənnəm. Nəsə da belə çox eybəcər, hər şey eybəcər. Heç şey yerində deyil. Vallahi bu yaxşı şey deyil. Allah'ın da olsun yaxşı şey deyil. Bilirsiniz, bu yerini bilməyənlər, bu işini bilməyənlər, yerini səhv salanlar, o oradan gələn, bu buradan gələn, nə bilim, biri gəlir restoranlarda, nə bilim, restoran açır, nə bilim, orada bir iki dənə fahişə, bir pozğun gətirirlər, ora səhnəyə çıxarırlar, bura çıxarırlar, nə bilim, birini gətirib, biri gedir, nə bilim, öz üçün, nə bilim, haradasa film çəkir, biri gəlir, nə bilim, reklam çəkir, bu öz başınalıqları eləyənlər var, pul xatirinə, hər şeyini itirənlər, diqqətsizlik yaranırsa, inanırsınız, bu faciədir. Bilirsiniz necə faciədir. Bu yerini bilməyənlər bir gün yerini bilmir və indi hal-hazırda bilmədiyi kimi bir gün gəlib dövlətin idarə etməsində belə yer axtaracaqlar.